Polietilen kağız torbalar yoxsa parça çantalardan istifadə etməliyik? Dünyanın inkişaf etmiş şəhərlərindəki marketlərdə polietilen torbalar yerini kağız torbalara verməkdədir. Bu ekologiyanın təmizliyi üçün mühüm addım hesab edilir. Hollandiya, İsveç, Xorvatiya, Sloveniya kimi Avropa ölkələrində polietilen torbaların istifadəsi qadağan edilib. Sözügedən torbalardan istifadə etdiyinə görə iaşə obyektlərini vergiyə cəlb edən ölkələr də var. Bəzi araşdırmaçıların fikrincə kağız torbaların istehsalı polietilen torbaların istehsalından daha çox enerji və maddiyyat tələb eləyir. Ekoloqlar isə düşünürlər ki, baha başa gəlsə də təbiəti qorumaq üçün çıxış yolu kağız torba və parça çantalara keçiddir. Araşdırmalara görə polietilenin çürüməsi torpaqda 800 ilə, dənizdə isə 400 ilə başa gəlir. Bütövlükdə isə polietilen torbaların qalıqlarının tamamilə yox olması üçün ən azı 1000 il lazımdır. Təkrar istifadə edilə bilən parça çantalara gəldikdə isə onların istehsalı birdəfəlik olanlardan daha çox resurs və material tələb eləyir. Amma çox istifadəli çantaların ətraf mühitə ziyanı demək olar ki, yoxdur. Azərbaycanda da polietilen torbalardan istifadənin azaldılması istiqamətində işlər görülür. Mağazalarda bu məhsul əvvəlki kimi ucuz verilmir. Nazirlər Kabinetinin 2021-ci ildəki qərarına əsasən ölçüsündən asılı olaraq polietilen torbalar 3-5 qəpik arası satılır. Bu qərardan 2 ay yarım sonra isə sözügedən torbalardan istifadə 48% azalmışdı. Daha maraqlı məlumatlar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.